Sizə cümlədə passive voice sözünü soruşarlarsa, bilin ki, bu məchul növ deməkdir. Məchul növ yaranarkən düsturu vardır. Həmin düstur to be üstəgəl verb 3-ə bərabərdir. Bu, məchul növün yaranma düsturudur. Sizə birinci verb 3 barədə məlumat vermək istəyirəm. Verb 3 feilin 3-cü forması deməkdir və o iki yolla düzəlir. Birinci yol odur ki, əgər feilimiz qaydalı olarsa, bu zaman biz feillərin, diqqət, feillərin deyirəm, sonuna d, id, bəzən aid artırırıq. Təbii ki, bu üç forma sizə hazır vəziyyətdə veriləcək. Yəni, d ilə qutaran olacaq, id ilə və ya da ki, aid ilə bitən də olacaqdır. Sizə qalır sadəcə olaraq həmin sözün həqiqətən də feil olduğunu bilməyiniz. Çünki sonu id şəkilçi ilə bitən sifətlərimiz də mövcuddur. Mütləq feil olmalıdır ki, onun sonu id artıraq. İkinci forma isə uşaqlar, əgər feil qaydasız olarsa, bizim qaydasız irregular verb siyahısında öyrəndiyimiz üçüncü forma olacaqdır. İndi isə keçək to be haqqında danışaq. To be-in forması zamana görə dəyişir. Əgər məlum növdə verilən cümlə indiki sadə zamanda olarsa, bu zaman am is are-dan istifadə edəcəksiniz. Yox, keçmiş sadə zamanda olarsa was were-dən, gələcək sadə zamanda olarsa will be, shall be, xahiş edirəm, birə be-yə fikir verərsiniz. Sonra, indiki daimi zamanda olarsa, bu zaman am is are üstəgəl being istifadə olunacaqdır. Keçmiş daimi zamanda olarsa, was və üstəgəl being-dən istifadə olunacaqdır. İndiki bitmiş zamanda olarsa, yəni have has verilərsə, bu zaman have been, has been verb 3 verəcəksiniz. Keçmiş bitmiş zamanda olarsa, had üstəgəl been, üstəgəl verb 3-dən istifadə olunacaqdır. Deməli, sadə zamanlarda biz bir dənə gələcəkdə shall be, will be-ni gördünüz. Daimi zamanda o ing olmalıdır. Bitmişlərdə isə o been sözü mütləq istifadə edilməlidir. Və təbii ki, bundan sonra gələn feil isə üçüncü formada olmalıdır. Bu bizim oldu birinci məchul növlə bağlı şərtlərimiz. Sonra uşaqlar, bizdə isə buradakı sualda məchul növlə bağlı bir çox sual tipləri vardır. İndi isə ona aid olan birinin izahını vermək istəyirəm. Bizdə testdə soruşulur ki, məchul növdə olan cümlələri seçin. Birinci şərtim nə idi? To be üstəgəl verb 3 olmalıdır. Və oradakı to be mütləq nə olmalıdır? Zamana görə dəyişilməsi diqqətli olmaq lazımdır və verb 3 orada feil formasında olmalıdır. Baxın, birinci cümlədə izi gördüm, to be-dir. Covered sözünü gördüm, feildir. Həqiqətən id artırılıb doğrudur. Bir də ki, zeri, zera, zeya, bo, zeya, verlə başlayan cümlələr qətiyyən məchul növdə işlənmir. Daha sonra itlə başlanan şəxsiz cümlələr məchul növdə işlənmir. Müəyyən feillər var ki, işin icrası öz üzərində baş verir deyə onlar da məchul növdə istifadə edilməyəcəkdir. Misal üçün, go getmək, come gəlmək, happen baş vermək, occur baş vermək, take place və s. və s. appear peyda olmaq, disappear yox olmaq. Yəni, o ancaq öz üzərində baş verə bilər. Kimsə tərəfindən icra edilə bilməz. Bir də ki, yəni, ya lazımdırsa əzbərləyin, tərcümə ehtiyatınız yaxşı deyilsə, tərcümə edə bilmirsinizsə, məcbur qalıb əzbərləməlisiniz. Yox, əgər tərcüməniz varsa, anlayırsınızsa, dəqiq başa düşürsünüzsə, elə bilirəm ki, əzbərləmə ehtiyacımız çox yoxdur. Sonra aşağılar 3-ə baxaq. Are var və perform sözü var. Bəli, performans sözünə, perform göstərmək sözünə, yəni burada artıq id əlavə olunub, bu artıq verilib bizə verb 3 formasında. Sonra have var, been var, ancaq save sözü artıq bizim feilimiz deyil. Niyə? Çünki təhlükəsiz deməkdir, sifətdir. Buna görə də diqqətli olursunuz. Mütləq verb 3 forması istifadə edilməlidir. Buna görə bizim doğru cavabımız 1-3-B variantı olur.